Əsas ayaqları çəkəsən. Deməli, haray qoş eləyir, haray qoş deyirəm. Diyaşa haray eləyir, rəqib. Diyaşa haray nədir? Pateşka, böyürdən. Siz də əks fənd eləyirsiniz. Əks fəndi eləmək üçün, əks fəndin adı nədir? Tsuboyma qayeşi. Yəni, rəqib sizə pateşka vurur, o momentdə nə eləməlisiniz? Bu ayağı arxaya çəkirsiniz, bax. Arxaya çəkdim, əks fənd, siz onu vurursunuz pateşka. Amma bunu eləmək üçün rəqibə tapşırıq verməlisiniz ki, rəqib 100% sizə diyaşa haray eləməlidir. Rəqib pateşkanı vurmalıdır, ayağın altı ilə. Hə, möhkəm, bir də. Bir də. Bunu tutmalısınız. Amma rəqib yalandan sizə belə vursa, qorxa. Rəqib ayağını belə gətirsə, siz onu eləyəməyirsiniz. Yəni, onun effekti tuta bilməyəcəksiniz. Ümumiyyətlə, judoda əks fəndləri yerinə yetirmək üçün rəqibə tapşırıq verməlisiniz ki, 100% girsin. Çünki yarışda, yəni, fəndi atmaq üçün 100% girirlər. Sən o əks fəndi hiss eləmək üçün deməlisən ki, rəqibə 100% girsin. Aydındır? Durdu rəqib, bax. O diyaşa haray eləyir, vuranda bu ayağı hiss eləməlisin. Bilirsən ki, o vuracaq. Yavaş-yavaş elə. O gətirəndə bu ayağı bir dənə yavaş çəkirsən, təzdən hop, sən qoyursan yerinə. Aydındır? Bax, gətirir. Ayağıma baxın. Vurub, hə? Ayağımı dala çəkirəm. Təzdən özüm, hop, pateşkanı vururum. Aydındır? Bir də göstədirəm. İndi 100% atak eləyir. Ayağı biraz topuqdan vurur. Aydındır? Ayağın altı ver. Bax, ayağın altı ver. Ayağı ver. Bax, buradan, topuğa. Başa düşdünüz? Vur. Möhkəm. Möhkəm. Hop. Gördünüz necə alındı? O bütün gücünü, bədənin gücünü bir istiqamətə verir. Sən də həmən onun gücündən istifadə edirsən. Ayağı çəkdin, özün ona əks fənd edirsən. Aydın oldu. Adı nədir fəndin? Tsubame qayeşi. Diyaşa haray pateşkadır. Amma əks fəndi nədir? Tsubame qayeşi. Rəqib sizə atır, siz eləyirsiniz əks fənd. Kim göstərmək istəyir? Gəl. 2 dəfə rəqibə deyirsən, gəl apar. Deyirsən ki, onu saxla vurub.